Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vel akibetu littegva vel yakin. Vessalatu vesselamu ala seyyidina ve nebiyyina ve tabibi nufusina Abil Qasimi Mustafa Muhammed. Allahümme salli ala Muhammed ve ali Muhammed ve ala ahli beytihi teyyibine tahirinel ma'suminel mukarremin siyyemel hacca beqiyetillahi fil aradin ve la'na ala a'daihim ecma'in amma ba'd qalallahu'l hakim fi kitabihil kerim. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Rabbi şrah li sadri ve yassir li amri ve hlul uqdeten min lisani yefqahu qavli. Sadaqallahul aliyyul azim. Usikum ve nefsi bi təqvallah. Sizə və özümə ilahi təqvaya riayət eləməyi tövsiyə edirəm. Allahın salamı, rəhməti, bərəkəti inşallah siz əzizlərin üzərinə olsun. Allah Teala'ya həmd və sənalar olsun ki, bu cümə gününün xeyrindən, bərəkətindən bizləri bəhrəmənd etsin. Allah Teala bizi öz yolunda, əhl-i beytin yolunda, Peyğəmbərinin yolunda inşallah ki, sabit qədəm qərar versin. Bir mövzuya toxunacağım. Sədəqə haqqındadır, sədəqənin haqqı. İmam Səccad əleyhissalamdan bir hədis var. Risalətül Hüquq kitabında ağa buyurur ki, sədəqənin haqqı budur ki, biləsən, o sənin Allah yanında zəxirən və yığdığın savabdır. Sədəqə deyir, elə bir əmanətdir ki, şahidə ehtiyacı yoxdur. Elə bir əmanətdir ki, şahidə ehtiyacı yoxdur. Bunu bildinsə, gizlində verdiyin sədəqənin əmanət qalmasına, aşkarda verdiyindən daha çox arxayın ol. Bildin ki, sədəqə əmanətdir Allah Teala yanında. Gizlində verdiyin sədəqənin aşkarda verdiyindən daha da çox savab olduğunu yadından çıxarma. Yaxşı olar ki, aşkarda gördüyün xeyir işi gizlində görəsən və hər halda səninlə sədəqələrin arasında örtük olsun. İmam Səccad əleyhissalam buyurur. Buyurur ki, sədəqələrdə gözlər və qulaqları şahid tutma. Yəni, insanların gözləri, qulaqları şahid olmasın. Çünki belə bir şeyə ehtiyac yoxdur. Arxayınsan ki, onun savabı sənə mütləq olaraq qaydacaq. Arxayın ol yəni. O kəslər kimi olma ki, sədəqənin savabının özünə qayıtmasını etimad eləmirlər. Deyir, o şəxslərə bənzəməyin ki, onlar elə bilirlər ki, sədəqənin, o verdiyi sədəqənin əvəzində yaxşılıq ona qayıtmayacaq. Sonra buyurur ki, heç bir kəsə sədəqə verdiyivə görə minnət eləmə. Minnət eləmə. Çünki o sənin öz malındır. Əgər sədəqə verdiyivə minnət qoysun, heç də arxayın olma ki, sədəqə verdiyin şəxsin gününə düşməyəcəksən. Elə güman eləmə ki, sən də bu vaxt olarsan da onun gününə düşərsən. Yəni, sədəqə verilən hala düşərsən. Sonra buyurur ki, bu bir dəlildir ki, sən onu özündən ötürü istəməmisən. Əgər özündən ötürü istəsəydin, heç kəsə minnət qoymazdın. Allah tərəfindən heç bir güc və qüdrət yoxdur. Ərəb dilində belə bir söz var, həcən kəlməsi. Başı aşağı və pisə dönmək mənasında işlənir. Həccəl əmrə, yəni onu eyibli bildi və pis fikirləşdi. Burada keçən sözlərdən biridir. Mən ərəbcəsini oxumadım ki, vaxtımız çox tutulmasın. Bu hədisə baxanda 3 dənə mətləb bizə aydın olur. İmam Səccad əleyhissalam biri budur ki, deyir ki, sədəqə zəxirədir. Aradan gedən və məhv olan bir şey deyil. Deyir, əslində elə fikirləşsin ki, o məhv olacaq, maldır, sədəqədir, aradan gedəcək, çıxıb məhv olur. Bunu səhv düşünmüsən. Deyir, sədəqə vermək dünyada axirətə görə bəhrə aparmaqdır. Necə ki, Qur'an-ı Kərim buyurur ki, Allahın sənə verdiyindən özünə axirət qazan, dünyadakı nəsibini də unutma.
Belə bir Allahın sözü var. Ən yaxşı bəhrə odur ki, gördüyün əməl fani yox, əbədi və cavidan olsun. Yəni, bir iş görürsən, onun təsiri dünyadan əlavə axirətivə də təsir eləsin, əbədi olsun, cavidan olsun. İkinci mətləb, ağa buyurur ki, gizlində sədə vermək, aşkardan verməkdən daha mühümdür. Bu işi görürsən, yaxşı işi görürsən, gizlində sədəqə eləmək, aşkarda görməkdən daha mühümdür. Deyir, ola bilsin ki, aşkar sədəqə verdikdə riya və minnət qoymaq ehtimali olsun. İnsan riyakarlıq eləsin, kiməsə minnət qoysun və bununla da sədəqə alan başqalarının gözündə kiçilsin. Kimə ki, sədəqə verirsən, ola bilər ki, onun abrını aparasan, kiçik eləyəsən. Deyir, üçüncü nöqtədə mətləb bundan ibarətdir ki, sədəqənin təsirinin aradan getməməsindən ötürü minnət olmamalıdır. İndi biz gələcəyik, belə deyək, xütbənin davamında ona işarə eləyəcəyik ki, sədəqə əvvəl Allahın əlinə çatır, məcazi mənada. Yəni, Allah deyir ki, o hədislərdə var, deyir, birinə ki, çıxartdın, sədəqə verdin, o sədəqə alandan əvvəl Allah alır onu səndən. Elə bil ki, sən Allaha vermirsən onu. Təbii ki, Allaha da versin, biri var ki, mənə verəsən, mən onun müqabilində o təşəkkürü özümə uyğun eləyəcəm. Bir də var ki, aləmlərin Rəbbi olan Allah alıb onu səndən. Ki, onun əvəzini necə qaytarar sənə? Və 3 dənə mətləbi İmam-ı Səccad oxuduğumuz hədisdə bizə çatdırır. Bax, bunu dedik, İmam-ı Səccadın hədisini dedik. Bəs Qur'an-ı Kərim sədəqə haqqında nə buyurur? Deyir ki, Qur'an-ı Kərimdə müxtəlif bənzətmə və məsələlər zikr olunub. Bilirsiniz də, Qur'an-ı Kərim bəzi ayələri bizə çatdırmaqdan ötürü misallar çəkir, məsələlər çəkir, bənzətmələrlə bizə çatdırmağa çalışır. Bu, təbliğ üsulunun bir metodudur. Məsəl üçün, Peyğəmbərdə də bu olub. Ümumiyyətlə, təbliğ üsullarından biri də budur ki, nəsə misal çəkəsən, bənzədəsən nəyəsə. Onlardan bəzilərini bir neçə ayəni inşallah oxuyacağıq. Deyir ki, insanın Allah yolunda öz malından bir şey verməsidir. O izahlardan biri. O, zəkatdan ümumidir. Həm vacib, həm də müstəhəb vergiyə sədəqə deyilir. Həm vacib, həm də müstəhəb vergiyə sədəqə deyilir. Amma zəkat yalnız vacib sədəqəyə deyilir. Və Bəqərə surəsində Allah Teala buyurur ki, mallarını Allah yolunda sərf edənlərin halı, Allah bənzədir, bir dənə fikir verin, deyir, mallarını Allah yolunda sərf edənlərin halı 7 sümbül verən bir toxuma bənzəyir ki, bu sümbüllərin hər birində 100 ədəd dən var. Onlar ki, deyir, mallarını Allah yolunda sərf eləyirlər, onların deyir, halı 7 ədəd sümbül verən toxuma bənzəyir ki, o sümbüllərin hər birində 100 dənə dən var. Nə qədər deyir? 700 təsəvvür elə. Allah istədiyi şəxs üçün bunu qat-qat artırar. Diqqət edin. Allahın lütfi genişdir, o hər şeyi biləndir. Ayə belədir. Allah-u Teala bu ayədə buğdanı misal gətirir, dəni, buğdanı misal gətirir, sədəqənin necə bərəkətli olmasını bizə çatdırmağa çalışır. İnfaq edənlərin bərəkətli toxumlara bənzədilməsini Allah bizə çatdırır. Deyir, kim ki infaq eləyir, o bərəkətli toxum misalındadır. Və çox dərin və diqqəti cəlb eləyən mənadır. Quran demək istəyir ki, hər bir insanın əməli onun özünün vücudu ilə bağlıdır. Əməl nə qədər geniş olsa, insanın vücudu da başlayar böyüyər. Deyir, necə ki, insanın əməlləri zahirin və daxilini böyüdür. Məsəl üçün, insan var ki, gecə namazı qılır, gecə ibadətindədir. Ehtiyac yoxdur ki, desin, gecə namazı qılıram. Ona bir dənə görürsən ki, xüsusi nuranilik gəlir. Həm zahirində, həm daxilində.
Misal əslində təhəqqüq tapmış bir fərzi qissədir ki, başqa bir şeylərə oxşarı vardır. Allah Teala onu bizim üçün asanlaşdırmaqdan ötürü misal çəkir. Bu cür misallar deyir ki, ona görə gətirilir ki, müxatəbin zehni, yəni kimə ki xitab olunur, bizə ki xitab edir Allah Teala, zehni açılsın, daha yaxşı dərk eləsin. Bu ayədə malını Allah yolunda sərf edən şəxs toxum əkən bir əkinciyə bənzədilir. Toxum 7 ədəd olsa 100-dən verər. Bu işin əslində belə deyək, vaqiyyəti bundan ibarətdir ki, əsl mənanı bizə şəkli şəkildə tanıtdırır. Allah Teala misal çəkir, şəkli şəklində bizə tanıtdırır. Allah yolunda xərc kəlməsi keçir. Bundan məqsəd Allahın razılığına səbəb olan hər hansısa bir əməldir. Allah yolunda xərcliyin, yəni Allahın razılığı olan işlərdə. Digər bir məsələ nədir? İnfaq və təbəqəlləşmənin həlli. Deyir, ən böyük ictimai müşküllərdən biri insanın hal-hazırda da, indi də düçar olduğu və bütün texnikanın inkişafına baxmayaraq daha da genişlənməsinə səbəb olan fəqirlik problemidir, yoxsulluq problemidir. Deyir, başqa bir təbəqənin sərvətlənməsi, bir təbəqənin isə yoxsullaşması problemidir. Deyir, aydındır ki, cəmiyyətin bir qismi dövlətli və sərvətli olur, digər böyük bir hissəsi isə fəqirlik və acılıqda olarsa, belə cəmiyyət çox davam eləməz, belə cəmiyyət çox tab gətirə bilməz və əsl səadətə də çata bilməz. Belə cəmiyyətdə istirab, ağrı, acı, həyəcan, pislik, müharibə, düşmənçilik qaçınılmazdır, labüddür. Oğurluq halları başalır, müəyyən işlər başalır, gedir. Bu da cəmiyyətə öz mənfi təsirini göstərir. Quran ayələrinə bir dənə diqqət eləsək, Allah Teala görür ki, Allah Teala bizə demək istəyir ki, İslam dininin mühüm hədəflərindən biri ədalətsizlik nəticəsində cəmiyyətdə yaranmış dövlətli və kasıblıq, fəqirlik sinifləşməsini aradan aparmaqdır. Ən mühüm məsələlərdən biri budur. Və infaq eləməyin müxtəlif hədəfləri və nəticələri var. Bir dənə ayə oxuyuram. Allah Teala buyurur ki, ey iman gətirənlər, sədəqələrinizi, malını riyakarlıqla sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi minnət qoymaq və əziyyət verməklə puça çıxartmayın. Arxasıca buyurur ki, belə şəxslərin halı üzərində biraz torpaq olan qayya bənzəyər ki, şiddətli bir yağış o torpağı yuyub aparar və qayanı çılpaq bir daş halına salar. Onlar etdikləri işlərdən bir şey savab qazanmazlar. Şübhəsiz ki, Allah kafirləri haqq yoluna yönətməz. Bu bir ayədir Quran-ı Kərimdə. Ayədə ərəbcəsində belə bir söz keçir, səfvan kəlməsi. Səfvan. Səfvan kəlməsi var ərəbcədə, cəm şəklində olub, tək şəkli səfvanədir. Ərəb dilində bu ayədə səfvan keçib, o cəm şəklindədir. Saf daş mənasındadır. Səfvan kəlməsinin mənası səfvanə, yəni saf daşa deyərlər ərəblər. Və vabil sözü var. Vabil sözü də ərəbcədə güclü və iri dənəli yağışa deyərlər. Dolu yağırı, iri dənəli. Və bir dənə də söz var, səld. Səld kəlməsi var. O da saf daş mənasındadır. Deyir ki, Allah Teala Quran-ı Kərimdə bizə misal çəkir. Deyir, elə bir ki, bir dənə qayadır. Qayanın üzərində nazik toz təbəqəsi var. Toz təbəqəsi var. Misal çəkir bizə. Deyir, o güclü yağış yağanda o toz təbəqəsini yuyub aparar, o daş, o qaya çılpaq qalar. Deyir, kim ki sədəqəni minnət qoyaraq versə, o sanki Allaha inanmayıb,
axirət gününədir inanmayan şəxs misalındadır. Eyni zamanda o torpağa bənzəyir ki, o qayıya bənzəyir ki, onun üstündə nazik bir torpaq qatı var idi. Güclü yağış yağanda o yudu apardı onu, qaldı çılpaq. Elə bil ki, sədəqəni bənzədir o nazik torpağa. Bir sədəqə verən minnət qoyaraq sədəqə versə, elə bil ki, bir dənə yağış suyu gəldi, onun verdiyi, yəni ki, o minnəti gəldi, onun verdiyi sədəqəni neynədi? Yudu aradan apardı. Deyir, ona heç bir xeyri olmaz. Ona heç bir xeyri olmaz. Sonra Allah Teala buyurur ki, bundan məqsəd bilirsiniz nədir? Bir səbəbi, bir dənə misal buna bənzətdir. Sonra Allah Teala buyurur ki, bəzi insanlar var ki, onların üzü o qayanın üzündə olan torpaq kimi yumşaq torpaq var, altında daş yatır. Onların qəlbləri o daş misalındadır. Quran, daş ürəkli qəlblər olan minnət və əziyyətlə qaçmış riyakar şəkildə infaq və sədəqəni möhkəm daşın üzərinin nazik torpaqla örtülməsinə bənzədir. Kitab dili ilə desə belədir. İmam Səccaddan bir dənə buyurur ki, sədəqə və infaq etdikdə heç kəsə minnət qoyma. Bir yaxşı sözüdür. Çünki onu özünün xeyrinə vermirsən. Özünün xeyrinə vermirsən. Qurandan bir başqa misal. Allah Teala buyurur ki, malların Allahın razılığını qazanmaq və nəfslərini, imanlarını sabit qədəm etmək yolunda sərf edənlər uca təpənin üstündə olan bir dağa bənzir. Bir dağa bənzəyirlər. Dağa. Ora düşən bol yağış oranın meyvələrini 2 qat artırır. Əgər bol yağış yaxmasa, az bir dənə şəbnəm olsa belə, diqqət edin, qəşəng misallar çəkir Qurani Kərim. Deyir, onlar ki, Allah yolunda mallarını infaq eləyirlər, Allahın razılığını qazanmaqdan ötürü, imanlarını artırmaqdan ötürü infaq eləyirlər, onlar hündür bir yerdə olan dağa bənzəyirlər. O insanları hündür bir yerdə olan dağa. O dağa ki, o dağa yaxşı oksigen çatır. Eyni zamanda ora yaxşı bol yağış düşür. Onlar bənzəyirlər o dağa. Ki, deyir, ora bol yağış yağır, bol yağış yağanda yaxşı bar verirlər. Deyir, əgər bol yağış yağmasa belə, biraz nəmli olan kimi, şəbnəm olan kimi, şeyh olan kimi, yenə onların məhsulları çox olur. Niyə görə? Deyir, çünki infaq elədiyini Allaha xatir elədi. İnfaq elədiyini imanını artırmaqdan ötürü elədi. Təsəvvür edin, bir dənə bar verən, yamyaşıl bağı nəzərdə tutun, bol məhsul verən, deyir, günəşin çox şüası və azad havanın düşdüyü bir yer. Bir bağdır, ora günəş şüası gözəl düşür və qəşəng də, belə deyək, hava alan yerdir. Bol yağış bu yerə yağıb bərəkət verir. Deyir, yağışın yağmayan vaxtlarda isə balaca bir dənə şeyh də oranı bərəkətləndirir. Deyir, bu bənzəyir o Allah yolunda infaq eləyib, Allaha xatir infaq eləmək, imanı artıraraq artırmaq üçün infaq etmək, bu həmin o bağ misalındadır. Ki, orada heç yağış da yağma sonra, elə bir damcı nəmlik olsa, o faydasını verəcək. Bir insan da bu cürdür. Əgər dediyimiz şəkildə infaq eləsə, ehtiyac yoxdur ki, onun üçün nələrsə olsun. Elə bir damcı, elə bir dənə nəsə olsa, ilahi bir qığılcım olsa, bəs eləyəcək ki, o böyüsün, artsın, mənəviyyatı çoxalsın. Və gizlin və aşkarda olan sədəqələr. İmam Səccad buyurur ki, qulaqları və gözləri sədəqə verməyin və şahid tutma. Gözlər və qulaqları azad elə, heç kim bilməsin. Heç kim bilməsin. Bir ayədə yenə oxuyuruq Qurani Kərimdə. Yoxsullara aşkarda sədəqə verməyimiz yaxşıdır. Allah deyir ki, yaxşıdır. Lakin onu gizlində versiz daha yaxşıdır.
bu günahlarınızın bir qismini örtər. Allah etdiyiniz hər bir işdən xeyirli, xəbərdardır daha doğrusu. Deyir, bəli, aşkarda olan sədəqə də gözəldir Quran-ı Kərimdə. Bəzən deyir, bəzi işləri aşkarda görmək lazımdır ki, digərləri baxıb təşviq olunsunlar. Niyyət budursa. Amma deyir, aşkarda yox, gizlində görsünüz bunu. Bu, daha da ixlası çoxaldar və bununla sədəqə verilənin də abır-həyasını gözləyərsən. Və sədəqə və onun təsirləri rəvayətlərdə keçib. Allah bir yerdə keçir ki, sədəqə və ruzinin çoxalması. Sədəqə ruzinin deyir, çoxalmasına səbəb olur. Aşağıda deyir, daha doğrusu hədislər var. O hədislərdə buyurur ki, sədəqə ruzunu çoxaldır. İmam Sadiqdən belə bir hədis var. Buyurur ki, İslam Peyğəmbəri buyurur. İmam Sadiq əleyhissalam İslam Peyğəmbərindən buyurur. Buyurur ki, sədəqə verin. Həqiqətən sədəqə mallarınızda bərəkətin çoxalmasına səbəb olur. Bununla da sədəqə verin ki, Allah Teala sizi öz rəhmətində saxlasın. Bir hədis Musa Kazım əleyhissalamdandır. Deyir, sədəqə vasitəsilə ruzunun verilməsini, çoxalmasını istəyin. İmam Rıza öz atasından, o da İslam Peyğəmbərindən belə nəql eləyir. İnsanın ən yaxşı malı və zəxirəsi axirətə olan yığmağı, zəxirəsi sədəqədir. Və bir yerdə keçir ki, sədəqə vermək xəstəliklərə şəfa verər. Xəstəliklərinizi Peyğəmbərdəndir, sədəqə verməklə sağaldın. İmam Sadiq bir yerdə buyurur ki, xəstələrinizi sədəqə verməklə sağaldın. Bəlaları dua etməklə özünüzdən uzaqlaşdırın. Ruzu və neyməti sədəqə verməklə özünüzə alın. Çünki sədəqə insanı şeytanın 700 məzəmmətindən xilas eləyər, saxlayar. Yenə İmam Sadiq əleyhissalam buyurur ki, müstəhəbdir ki, xəstə öz əli ilə dilənçiyə sədəqə versin və ondan ona dua eləməsini istəsin. Biri xəstədir deyir, özü öz əlinlə sədəqə versin bir yoxsula və istəsin ki, sən mənə üçün dua elə, şəfa tapmaqdan ötürü. Və İmam Rıza əleyhissalam buyurur ki, İmam Rıza əleyhissalamdandır bu rəvayət, buyururlar ki, İsrail övladlarının arasında uzun illər qıtlıq yaşanırdı, qıtlıq vaxtı idi. Bir nəfər qadın, bir nəfər xanım. Bir tikə yeməyi var idi. Elə istədi ki, ağzına qoysun o tikəni, bir dənə sail, yoxsul qapıdan çağırdı. Dedi ki, ey qadın, acılıq məni əldən salıb, yoxsulluq da qıtlıq dövrüdür. Qadın deyir, başladı öz-özünə dedi ki, sədəqə vermək vaxtıdır. İndi sədəqə vermək vaxtıdır. Deyir, tikəsin ki, ağzına qoymuşdu, aparmışdı, o tikəni çıxartdı, verdi o sailə. Deyir, bu xanımın bir dənə kiçik oğlu var idi, o da deyir, getmişdi odun gətirmək, odun dalayacam. Deyir, odun dalayacam gedəndə, bir dənə səhralığı keçmək istəyəndə canavarlar hücum eləyirlər bu oğlanın üstünə. Artıq kəndə yaxın olan hissə gəlib çatıb müəyyən bir yerdə ki, oradan, yəni kətdən baxsın, ora görsənir. Deyir, bu qışqırır. Qışqıranda anası səsini eşidir, çıxır, görür ki, canavarlar hücum ediblər buna. Deyir, Allah Teala deyir, Cəbraili yollayır ki, uşağı canavarın ağzından alıb xilas eləsin, versin anasına. Deyir, sonra Cəbrail o qadına gəlir, deyir ki, razı oldunmu? Tikə başqa tikənin müqabilində. Bir tikə verdin, Allah da sana bunu qaytardı. Allah da bunu qaytardı. İmam Səccad əleyhissalam buyurur ki, Allah onu saxlayıb özünə qaytaracaq. O görürsən, əyanı sübutu gəldi. Bir dənə əhvalat İslam Peyğəmberindəndir. Həzrət Peyğəmbər qayıtdı, dedi ki, bir nəfər Yahudi barəsində. Peyğəmbər qayıtdı, dedi ki, bu kişini qara bir ilan izləyəcək və onu öldürəcək. Çox çəkmir, Yahudi getdiyi yerdən
meşəyə gedirdik. O getdiyi yerdən odunla qayıdır. Peyğəmbər buyurur ki, o odun dəstəsini yerə qoy. Təəccüblənirlər, ölməli idi, ilan vurmalı idi bunu. Nə oldu ki, burada heç nə olmadı? Peyğəmbərə deyirlər, ya Rəsul, nə oldu? Deyir ki, kişiyə deyir ki, qoy o odun şələsini yerə. Qoyurlar, açırlar, görürlər ki, bir dənə həqiqətən də qara bir ilan. Düşdü, çıxdı, getdi. Deyir ki, kişi, bu günlərin neynəmirsən ki, bu sənə toxunmadı? Deyir, heç nə. 2 dənə çörəyim var idi, birini özüm yedim, birini də bir dənə yoxsul gördüm, ona verdim. Peyğəmbər baxır, deyir ki, hə, bunun hikməti məlum oldu. Sədəqə verilən bəlanı insandan uzaqlaşdırar. Ki, bunun ki, təqdiri ölmək idi, Allah-u Teala o verdiyi sədəqiyə görə bunun o təqdirini dəyişdi. Təqdirini dəyişdi. Ona görə buyurur ki, sədəqə insanı ölümə giriftar olmaqdan saxlayır. İmam Baqirdən belə bir hədis var. Buyurur ki, sədəqə dünyanın 70 bəlasını insandan uzaqlaşdırır və pis vəziyyətdə ölümdən ona nicat verir. Və bundan əlavə də axirətinə çoxlu savab yazır. İslam Peyğəmbarindəndir. Buyurur ki, gizlində sədəqə vermək Allahın qəzəbini yatırır. İmam Sadiqdən bir başqa hədis var. Aşkarda sədəqə vermək 70 növ bəlanı dəf eləyir, uzaqlaşdırır. Gizlində verilən sədəqə isə deyir, Allahın qəzəbini yatırır. Allah Teala ki, birinə qəzəblənib, günahlar nətidir, o Allah Teala'nın qəzəbi o insana qarşı yatır. Bir dənə hədis var, deyir, qiyamətin səhnəsi atəş və oddur. Yalnız sədəqə verən möminlərin yeri var ki, onlara kölgə salınır. Həzrət Əleyhisselamdan bir hədis var, deyir, gizlində verilən sədəqə xəta və günahları bağışlayar. Aşkar sədəqə mal dövləti artırar. Bir dənə də axırıncı hədisi deyim, inşallah zəhmətimiz tamam. O da Həzrəti Əmir əl-Möminnəndir. Buyurur ki, 7 tayfa var ki, qiyamətdə Allahın kölgəsindədirlər, sayəsindədirlər. Onlardan biri o tayfadır ki, sədəqəni elə gizlində versin ki, sol əlin sağ əldən xəbəri olmasın. Elə versin ki, hətta gizlinliyi o da olsun ki, sol əlin sağ əldən xəbəri olmasın. Və bu da sədəqənin haqqı barəsində idi. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. İnnə a'taynəkəl kəvsər fəsalli lirabbikə vənhər. İnnə şəniəkə huvəl əbtar. Sadaqallahul aliyyul azim. Peyğəmbər və ali Peyğəmbərə salavat zikr eləyək. Muhammed Acil. Varis-obi varislər dünyasını dəyişmiş alimlər, avidlər, zahidlər, şəhid və siddiqlər ruhları şad, salavat zikr eləyək. Allahümmə salli alə Muhammed və ali Muhammed. Məscid mənbər inşa eləyənlər, məxsusən bu məscidi mənbər inşa eləyib haqq dünyasında olanlar var. İstirahət ruhları haqqında salavat zikr eləyək. Allahümmə salli alə Muhammed və ali Muhammed. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və salamu ala Resulillahil amin. Habibi ilahina və tabibi nüfusina Abil Qasimi Mustafa Muhammed. Allahümmə salli ala Muhammed və ala əmiril müminin və ala Fatimətəz Zəhra və ala Həsəni vəl-Huseyn və Ali ibn el-Huseyn və Muhammed ibn Ali və Cəfər ibn Muhammed və Musa ibn Cəfər və Ali ibn Musa və Muhammed ibn Ali və Ali ibn Muhammed və Həsən ibn Ali və l-Hüccətil Qaimil Məhdi. اللهم صل على جميع الأنبياء والمرسلين والشهداء والصديقين. اللهم اغفر للمؤمنين والمؤمنات والمسلمين والمسلمات الأحياء منهم والأموات. أوصيكم ونفسي بتقوى الله. Sizə və özümə ilahi təqva riayət eləməyi tövsiyə edirəm.
Bir mövzuya qısa olaraq işarə eləmək istəyirəm ikinci xütbədə. O mövzuda yadımdadır ki, bizim silsiləvi söhbətlərimiz olub. Ümumiyyətlə, bununla başlamaq lazımdır ki, yolu gedən insanlar, Allaha doğru yol gedən insanlar bir də düşməni tanımalıdır. Düşməndən ehtiyatlı olmalıdır. O elə bir yoldur ki, bu yolun düşməni var. Quran-ı Kərimdə iki cür düşməndən danışılır. Birində buyurur ki, İnnən nəfsə lə əmmərətü bis-su. Pisliyə əmr eləyən nəfsi əmmarə və Allah Teala şeytan haqqında Quran-ı Kərimdə buyurur ki, İnnəhu ləkum əduvvun mubin. O sizə açıq-aşkar düşməndir. Bu yolda düşmənin varlığından qafil olmaq olmaz. Yəni, bir insan hərəkətə başlayanda bilməlidir ki, biri var ki, onun əl-ayağına dolaşacaq, mane olacaq. Bunun da dərin fəlsəfəsi var. Ora daxil olmaq istəmirəm ki, bu yolun özünün maniyəsi olmalıdır. Amma hədislər bizə bunu da deyir ki, axirəzzaman dövrü, yəni imamın qeybdə olduğu dövr, imtihan baxımından ən çətin dövrdür. Yaxrucu ba'də qaybə və heyrə. Peyğəmbər buyurur ki, o bilirsiniz nə zaman gələcək, qeybət uzun çəkəcək və cəmaat heyrətə düşəcək, yəni şübhəyə düşəcək, şəkkə düşəcəklər. Sonra buyurur ki, yadillu fihə əqvam, çoxları yolunu azacaq. Ondan sonra buyurur ki, lə yəthbutu alə dinih illəl muxlisun. Dində ancaq xalislər qalacaq, xalis insanlar qalacaq. Yəni ağır imtihanlar olacaq, az sayda adam qalacaq. Necə insan inkişaf eləyir, şeytan da inkişaf eləyir. Şeytan bəsit bir varlıq deyil. Şeytanın da elmi, təcrübəsi gün-gündən, il-ildən, əsrlər dəyişdikcə onun da təcrübəsi həmin o dövrə uyğun olaraq başlayır, artır və hilələri daha mürəkkəbləşir. Zəmaniyə uyğun olaraq. Bəşəriyyət ki, təcrübəsi artır, çoxalır. Məsəl üçün, indiki insanla keçmişdəki insanın təcrübə baxımından təcrübəsi daha çoxdur. Elm baxımından elmi daha çoxdur. Çünki inkişaf gedib, o müəyyən əlçatmazlıq aradan qaldırılıb, keçmişdə olan insan bəzi şeylərə əli çatmırdı, amma indi olan insan hər bir şey əlinin altındadır. Ki, məsəl üçün, interneti buna bariz nümunə kimi götürmək olar. Qabaq bir sualın cavabını axtarmaqdan ötürü insanlar şəhər gəzirdilər, bu yerdən başqa ölkəyə gedirdilər. İndi hər bir şey, belə deyək, alimi də tapmaq asandır, kitabı da tapmaq asandır, hər bir şey öz əlimizin altındadır. Ona görə də insanlar təcrübəsi çoxaldıqca, insanlar inkişaf elədikcə, onların o yoluna mane olan, əlinə, ayağına dolaşmaq istəyən şeytanın da elmi və təcrübəsi başlayır artmağa. Yəni, zəmaniyə uyğun olaraq o da inkişaf edir. Şeytanın da təcrübəsi artır. Zaman keçdikcə daha primitivlikdən daha mürəkkəbliyə doğru irəliləyir. Və mürəkkəb vasitələrlə başlayır insanları azdırmağa. İnsan diqqətli olmalıdır. O dərəcədə diqqətli olmalıdır ki, bilsin ki, şeytan hətta peyğəmbərlərə belə tamah salıb. Düzdür, onları yoldan çıxarda bilməyib, amma tamah salıb. Bəzilərinin gözünə görünüb müxtəlif şəkillərdə. Həzrəti Yəhya Peyğəmbər şeytandan soruşub, mənə də hakim ola bilirsən? Deyib ki, yox, mən peyğəmbərlərə hakim ola bilmirəm. Deyib, peyğəmbər orada sual verir ki, heç olur ki, mənə yaxınlaşasan? Deyir ki, bəli, olur. Deyir, hansı haldır o ki, mənə yaxınlaşırsan? Deyir, heç nə, axşam vaxtı, gecə vaxtı yeməyi biraz çox yeyirsən. Yəni, bil ki, 2 dənə yeməkdə. Bizi kimi qazan-qazan yeməkdən söhbət getmir. İndi peyğəmbər birini artıq eləyir, neysə. O baxır, deyir, and olsun, bir də ki, ikinci də yemək, yəni çox yemərəm də. Şeytan da qaydır ki, and olsun ki, mən də bundan sonra heç kimə nəsiyyət eləməyəcəm, yəni söz deməyəcəm. Hətta peyğəmbərlərlə bağlı tamahı olub şeytanın. Bilirsiniz, bu ümumiyyətlə zati düşmənçilikdir.
Bu elə-belə düşmənçilik deyil. Quran deyir ki, bu sizin vücudu olaraq, yəni mahiyyət etibarı ilə sizə düşməndir. Bax, bunu izah eləmək biraz çətindir. Niyə? Nə mənası var bunun? Bu biraz vaxt aparan mövzudur ki, bu varsa, bu şeytan varsa, bu sənə düşməndir. Bunun sənlə barışıq yolu ümumiyyətlə yoxdur. Sən insan, sən yaranan gündən bu səndən düşməndir. Mahiyyət etibarı ilə səndən düşmənçiliyi var. Peyğəmbərlərə tamah salırsa, düzdür, bacarmır. Amma tərəfdarları ilə bacarır. İmamlarla bacarmır, amma imamın tərəfdarları ilə bacarır. Və sizə bir dənə söz deyim ki, hədisdə var ki, əsas hədəfi doğru yolda olanlardır. Əsas hədəfi doğru yolda olanlardır. Biri var ki, bir adam, üzr istəyirəm, yeyir, içir, gəzir, bilir ki, bu üzü cəhənnəmə doğru gedir. Bunda heç bir işıq ucu yoxdur. Onsuz da bunun istədiyi yoldadır. Heç nəyə fikir vermir. Din tanımır, Allah tanımır. Bəzən də o insanlar özləri deyir, o cəhənnəmə gedir, özünə yoldaş axtarır. Çalışır ki, cəmiyyətdə digərləri də onu oxşasın. Digərlərini də onun vasitəsilə yoldan çıxarmağa çalışır. Biri var, yeyir, içir, gəzir, heç üzr istəyirəm, bunun üçün boş şeydir hər bir şey. Bu, onsuz da üzü cəhənnəmə doğru gedir, günah eləyir. Biri də var, biri gəlib, düzəlib, düz yoldadır, düz yolla getmək istəyir. Və bu bilir ki, bu sənin saadətvin düşmənidir, xoşbəxtliyin düşmənidir. Bu bilir ki, bu çıxdı, bu insan çıxdı saadət yoluna, onda neynir? Gücünü tamamilə səfərbər eləyir ki, sənə hədəfdən geri qoysun, səni hədəfdən uzaqlaşdırsın. Doğru yolda olanları hədəfə alsın. Quran buyurur ki, bu yaxşı ayədir, Həzrəti Musa Peyğəmbər haqqındadır. Eşitmişsiniz, bir dənə izah deyəcəm sizə İmam Riza əleyhissalamın dilindən. Buyurur ki, Musa əleyhissalam gedir, görür ki, 2 nəfər dava eləyir, dalaşırlar. Quran-ı Kərim buyurur bunu. Görür ki, biri bunun tərəfdarıdır, biri də Fironun əskəridir, Fironun tərəfdarıdır. Həzrəti Musanın da deyir, təbliğinin gizli dövrüdür. Hələ Peyğəmbərliyini açıq-aşkar elan eləməyib Həzrəti Musa Peyğəmbər. Bu Fironun əskəri ilə bunun tərəfdarı görür ki, vuruşur. Quran-ı Kərim buyurur ki, فَاسْتَغَاثَهُ الَّذ۪ي مِنْ شِيَئَتِهِ عَلَى الَّذ۪ي مِنْ عَدُوِّهِ. Buyurur ki, dostu, Musanın dostu. Həzrəti Musaya dedi ki, kömək elə, bu məni öldürür. Bu məni öldürür. Düşmənim məni öldürür. Dava düşüb aralarında. O bunu öldürən vaxtda Həzrəti Musa gəlir, çıxır üstünə. Görür ki, Fironun əskəri ilə öz tərəfdarı vuruşur. Neynir? Buyurur ki, فَوَكَذَهُ مُوسَى فَقَدَى عَلَيْهِ. Həzrəti Musanın deyir, əli də ağır idi. Elə bir dənə vurur orada ona, o ölür. Fironun əskəri ölür. Elə bir dənə zərbə bəs eləyirdi. Vurur, o yıxılır, ölür. Düşmən yıxılır. Bu işdən sonra Həzrəti Musa bir dənə kəlmə işlədir. Deyir ki, həzə min əməli şeytan. Bu, şeytan əməlidir. Vaxt keçir, dolanır. Həzrəti İmam Rıza əleyhissalama Məmun sual verir. Məmun da bilirsiniz də 30 neçə yaşı var idi, Əbbasi xəlifəsi idi. Abbasilər içərisində ən savadlı adam idi. Abbasilərin ziyalılarından idi, belə deyək, elmi cəhətdən. Başlayır, imama sual verir. Çaşdırıcı sualdır ya, insanları azdırar bu sual. Deyir ki, deyirsiniz ki, bütün peyğəmbərlər məsumdur. Elədir. İmam deyir ki, bəli, bütün peyğəmbərlər məsumdur. Onlar günah olmaz onlardan. Deyir, bəs Quranda o ayə ki var, gəlir, vurur, öldürür, Həzrəti Musa Fironun əskərin, axırda belə bir söz işlədir axı, həzə min əməli şeytan. Bəs necə olur ki, peyğəmbərlər deyirsiniz məsumdur, Həzrəti Musa ki, vurur, öldürür, vurub öldürəndən sonra deyir ki, bu şeytan əməlidir. Həzrəti İmam Rıza əleyhissalam baxır,
Deyir ki, bəli, düzdür, Həzrət Musa elə bir kəlmə işlədib. Amma o kəlməni əskəri vurub Fironun tərəfdarının əskərin vurub öldürdüyünə görə işlətməyib. Orada məna tam başqadır. Həzrət Musa orada demək istəyirdi ki, bunların arasını vurub, bunları vuruşduran şeytandır. Yəni, bunların arasında ixtilaf salan şeytanın işidir. Bunlar ki, vuruşurlar, o vuruşduğu işə deyir ki, bunların ikisinin davasına Həzrət Musa Peyğəmbər deyir ki, həzə min əməl şeytan. O şeytan əməli özünün əməlinə deyir, demirdi. O iki nəfərin əməlinə deyirdi ki, şeytan bunları vuruşdurur ki, Musanı deyir, Həzrət Musanı xırda işdə xərcləsin. Diqqət eləyin, dedik axı, doğru yolda olanlarla da onun işi. Düzdür, Peyğəmbərə yol tapa bilmir, amma Peyğəmbərin tərəfdarına yol tapır. Həzrət Musanın Peyğəmbərliyinin gizli dövrü idi. Artıq belə deyək, Peyğəmbərliyin aşkar dövrünə çatırdı Həzrət Musa. Elan eləməli idi Peyğəmbərliyini. Şeytan da gördü ki, bu çatır Peyğəmbərliyini elan eləməkdən ötürü. Həzrət Musanı xırda işlərlə başını qatırdı, gedişdirirdi ki, o Peyğəmbərliyini aşkar eləməsin. Gizli təbliğ, gizli dövrü idi axı. Çünki deyir, Həzrət Musa köklü bir işlə məşğuldur. Musanın tərəfdarının bəsirətsizliyi idi ki, xırda məsələyə görə kimləsə vuruşurdu. Yəni, xırda mübahisəyə görə vuruşurdu. Onun bəsirətsizliyi səbəb olur ki, Musa gəlsin, bir əskərə xərclənsin. Yoxsa ölmə layiq adam idi. Onun üçün ki, deyir, Əli neçə günahsız insanların qanına batmışdı. O qətli haqq eləmiş bir adam idi. Amma onun tərəfdarı gətirib bir kiçik məsələyə, xırda məsələyə, onların arasında ixtilaf yaradır ki, Musa əleyhissalamın zühuri təxirə düşsün, Peyğəmbərliyi təxirə düşsün. Musa zühur eləməmişdi hələ. Musa hələ Peyğəmbərliyini elan eləməmişdi. Musanın işi Fironla idi. Musa Fironun tərəf müqabili idi, o düzənin tərəf müqabili idi. Gəlirlər, deyir, xırda məsələyə şeytan bunları salır ki, Musa bura çıxsın və xərclənsin, aradan geçsin. Deməli, özünə hakim olmadığı halda tərəfdarlarına hakim ola bilir. Və bunu da yadda saxlayın ki, şeytanın ən böyük uğuru və çalışdığı ixtilafdır. Ən böyük çalışdığı məsələ ixtilafdır. Davadır. İki nəfər insan bir-biri ilə ixtilaf eləyirsə, bu strateji bir mövzudur, önəmli mövzudur, çox mühüm məsələdir. İnnə şeytanə yənzəğu beynəhum. Quran buyurur bunu. Buyurur ki, şeytan aralarında ixtilaf salır. O danışır bunun üçün, bu danışır onun üçün, yersiz rəqabətlər, belə deyək, ayaqdan çəkmələr, mübahisələr, ixtilaflar haqq əhlinin arasında başlayır çaxnaşma yaratmağa. Bu şeytanın planıdır. Çünki nə qədər ixtilaf varsa, bilin ki, zamanə imamının zühurunun gedişməsinə planlanır. Nə qədər ixtilaf varsa. Necə ki, Həzrət Musanı zühur eləyəcəkdi, Peyğəmbərliyini elan eləyəcəkdi, orada xərcləməyə istəyir ki, xərcləsin öz tərəfdarı ilə. Burada da bizi başlayır aramızda ixtilaf salsın ki, zamanə imamının təxirə düşsün. Niyə görə? Çünki özü buyurur, özündən hədisdir. وَلَوْ أَنَّ أَشْيَاعَنَا وَوَفَّقَهُمُ اللّٰهُ لِطَاعَتِي Buyurur ki, əgər bizim tərəfdarlarımız, şiələrimiz, Allah onları öz itaətində müvəffəq eləsin. Alə istimai minəl qulub, onların qəlbləri bir olsa, fil vəfai bi əhdil aleynə ləmə təəxxərəl yumnu biliqaina. Deyir, əgər onların qəlbi bir olsa, bizim zühurumuz bir dəqiqə belə gedişməz. Öz dilindəndir zamanı imamının. Bu qədər insanlar, bu qədər namaz qılan, ibadət eləyənlər, möminlər, hamısı deyir ki, ay Allah, zamanı imamını yetir. Ən yaxşı yolu nədir? Deyir, ən yaxşı yolu mehribançılıq.
ən yaxşı yolu mərhəmətdir, bir-biri ilə dostluqdur, səmimiyyətdir. Buradan deyirsən, imam zamanı imamını yetir, buradan gedib, məsələn, kimisə qeybətini eləyirsən, mömin qardaşımı. İxtilaf salırsan, ən böyük günah ixtilaf salmaqdır. Ən böyük zərər bundan ibarətdir. Və sizə bir dənə də qayda deyim, belə bir qayda var. Hansısa bir yaxşı işi görmək istəyirsiniz, hansısa işə qərar vermişsiniz ki, yaxşı bir işi görüm, harada görürsünüz ki, sizə o iş çətin gəlir, çox mane var, bilin ki, xəzinə oradadır. Allah orada qoyub o xəzinəni. Şeytan gəlir hansı əməldən, belə deyək, gücünü səfərbər eləyir, bilin ki, orada daha çox qazanacaqsan. Bilin ki, orada daha çox qazanacaqsınız. Məsələn, qərar vermirsən ki, filan kəsə bir dənə yaxşılıq eləyəcəm. Əgər o yaxşılığı eləməkdə əziyyət çəkirsənsə, bil ki, sənin nicatın oradadır. Biri deyir ki, sübh namazından yarım saat əvvəl duracam, dəst namaz alacam, dua eləyəcəm. Birinci neynir? Və yaxud da cümə günü cümə namazına gedəcəm. Birinci səndə süslük yaradır. Neynirsən, oturmuşsan da. Söhbət, indi maşallah sosial şəbəkədir, canlı yayıma çıxırlar, çəkirlər, paylaşırlar. Linkini atacaqlar, baxacaqsan. Aleykümselam. Birinci başlayır səndə süslük yaradmağa. Elə ki, o süslüyü qırdın, şeytanın qıçını qırdın orada, durdun, gəldin, dəst namaz aldın, məsciddə oturdun, namaz qıldın, xütbədə iştirak elədin, namazı, xütbəni bitirəndə namazı qılıb, bayra çıxan kimi başlayır sənə məğrurluq gətirməyə. Sən bilirsən kimsən? Sən bugün namaza gəlmirsən, məscidə gəlmirsən, xütbəyə qulaq asmırsan. Sən osan, sən busan, səni başlayır şidməyə. Birinci süslük yaradırdı ya orada. Birinci əməli gözdən salmağa çalışır. Sonra görür, yox, sənlə bacara bilmədi, əməli gözündən salmadı. Səni götürdü, gəldi, sən götürdün, özünü gəldin, imkan vermədin ona, məhv elədin onu. Deyir, yox, burada artıq B planına keçmək lazımdır. Gördüyü əməli bunun gözündə nə etmək lazımdır? Böyütmək lazımdır. Başlayır sonra gözündə böyütməyə. Bilin ki, harada çətinlik varsa, xəzinə orada yatır. Hansı əməlvi ciddi müqavimətlə rastlaşırsa, hansı xeyr işinizə görürsünüz ki, maniyyət çoxdur, onu eləmək çətindir, bilin ki, orada Allahın xüsusi rəhməti var. Və şeytan orada insana daha çox mani olur. Bir hədis deyim, sözümü bitireyim. Buyurur ki, ən-nas kulluhum halikun. Bütün insanlar hamısı həlak olur. İlləl amilun. Hədis belə deyir. Əməl eləyənlərdən başqa. Geniş yayılmış sözlüdə bir ara, indi bəzən istifadə edir. Əsas odur nə olsun? Ürəyim təmiz olsun. Deyir, yox. Əməl şərtdir, əməlin olmalıdır. Otur, ürəyim təmiz olsun, nə istəyirsən, elə olmaz. Gərək əməl eləyəsən, bildiyi və əməl eləyəsən. Əməlsiz deyir, insanlar həlak olur. Ondan sonra buyurur ki, vəl-amilunə kulluhum halikun illəl-muxləsun. Əməl eləyənlər də həlak olur. Hamısı həlak olur. Xalislərdən başqa. Qəribədir, bir qrup insan günahla cəhənnəmə gedirsə, bir qrup insanlar yaxşı işlərlə cəhənnəmə gedəcək. Bu pis işlərlə başa düşdük cəhənnəmə getməyi. Bəs bu bir qrup insan ki var, yaxşı əməl görüblər, onlar niyə görə cəhənnəmə gedir? Qiyamət günü olsun, inşallah görəcəyik ki, nə qədər adam yaxşı işinə görə cəhənnəmə düşüb. Nə üçün? Deyir, yaxşı işlərini görürdü, gördürür sənə bəzən belə deyək. Bir yağ dediyimiz kimi, səni məğrur eləyir. Mən neydim, bunu elədim, onu elədim, böyüdür sənin gözündə. Deyirsən, mən filan işi gördüm. Orada deyir, artıq evin yıxıldı. Əməl sahibisən, amma gördüyün əməli böyüdürsən gözündə. Deyir, evi yıxdı orada. Bilirsiniz necə varlıqdır ümumiyyətlə şeytan? Yaxşı işi kiçik göstərir, görəndən sonra böyük göstərir, bir yağ dediyimiz kimi. Bax bunu deyir ki, əməl eləyən insanlar əməldən sonra arxayın olmayın. Əməl eləyənlərin içində xalislər nicat tapacaq.
Ondan sonra buyurur ki, axırı maraqlıdır. Vəl muxləsunə fi xətərin azim. Hədis buyurur. Buyurur ki, müxlislər də arxayın olmasınlar. Xalislər də arxayın olmasınlar. Onlar da böyük təhlükədədirlər. Diqqət edin. İnsanlar hamısı həlak olacaq, əməl sahiblərindən başqa. Əməl sahibləri də hamısı həlak olacaq, müxlislərdən başqa. Müxlislər də deyir, arxayın olmasın, onlar da böyük bir təhlükədədirlər. Yəni, həmişə diqqətli olmaq lazımdır. Heç zaman arxayın olmaq olmaz. Heç zaman arxayın olmaq olmaz. Və bunu da deyim, bu cür sual yarana bilər ki, sən bizim gözümüzdə bu şeytanı bu qədər böyütdün, bu belə eləyir, bu elə eləyir. Amma Quran-ı Kərimdə Allah Teala buyurur Nisa surəsi 76-da ki, İnnə keydə şeytanə kənə dəifə. Şeytanın hiləsi həqiqətən çox kiçikdir. Bəs sən ki, bu qədər böyütdün bizim gözümüzdə, bu ayəni hara aparaq biz? Allah Teala özü buyurur ki, şeytanın hiləsi çox kiçikdir. Deyir, bəli, belə bir ayə var. Düzdür. Allah Teala buyurub ki, İnnə keydə şeytanə kənə dəifə. Deyir, amma bu ayə o zaman qüvvədədir ki, sən onunla mübarizəyə özünə arxalanıb çıxmamısan meydana. Sən onunla meydandasan, amma özünə arxayınsan. Deyir, onda bu ayə qüvvədən düşür, onun hiləsi onda güclü olur, zəif olmur. Elə ki, sən bu ayə o vaxt qüvvədə olur ki, elə ki, sən onunla mübarizəyə qalxanda Allaha sığınsın, Allahla gəlsin meydana, bu ayə bu odur. İnnə keydə şeytanə kənə dəifə. Bu deyir, o zaman qüvvədədir ki, sən öz gücünə arxayın olub onunla mübarizəyə çıxmamısan. İlahi, mən zəifəm, mən heç kiməm, sən məni yaradmısan. Mənim əvvəlim mundar su üzür istəyirəm, axırım torpaq olacaq, leş olacaq. Güc-qüvvət sahibi sənsən, əla sənsən, azim sənsən. Bütün məxluqatı sən yaradmısan. Sənə sığınıram bu məsələdə. Deyib gəlsin meydana, bəli. İnnə keydə şeytanə kənə dəifə ayəsi burada qüvvədə olur. Ki, sən öz başına meydana gəlməmisən. Sənin meydana gəldiyin Allahdır. Bəli, Allahın müqabilində onun hiləsi təbii ki, belə deyək, qüvvədən düşür. Onun hiləsi çox kiçikdir. Çünki Allah daha böyüdür, daha əzəmət sahibidir, daha qüdrətlidir. Tək başına gəlsin, o səni, belə deyək, yıxacaq. O səni hilələri ilə allada biləcək. Amma Allaha sığınıb meydana gəlsiniz, onda onun hilələri həqiqətən də çox kiçik və zəif olur. Allaha and verək izzət və cəlalı xatirinə. Allah Teala öz rəhmətindən bizləri binəsib etməsin. Allah Teala öz nəzərini bizlərə şamil eləsin inşallah. Daim Allah Teala öz nəzərində saxlasın bizləri inşallah. Mübarək günlərdir, mübarək vaxtlardır, saatlardır, dəqiqələrdir. Allah Teala bu saatların, bu dəqiqələrin xeyrindən, bərəkətindən bizləri bəhrəmənd eləsin inşallah. Allah Teala bizləri müqəddəs və mübarək Ramazan ayına pak daxil olmağı nəsib eləsin inşallah. Allah Teala o günahlarımız ki var, onunla bizim aramızda pərdə salır, o günahlarımızı əfv eləsin inşallah. Allah Teala bizlərin, burada olanların hər birinə, dünyanın hər birindəki möminlər, müsəlmanlar var. Bundan sonra da bir neçə mübarək Rəcəb ayını, Şaban ayını, mübarək və müqəddəs Ramazan ayını inşallah ki, ömürlərinə həbd o zəbt eləsin inşallah. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu. Salavat zikr eləyək.